Diasporla İş üzrə Dövlət Komitəsi bölgədə yaranmış mövcud vəziyyətlə əlaqədar ölkəmizin xaricdəki diplomatik nümayəndəlikləri ilə sıx və koordinasiyalı əməkdaşlıq çərçivəsində hərəkət edərək lazım olan addımları atır və bu istiqamətdə fəaliyyətini gücləndirib. Oxu Az xəbər verir ki, bu barədə komitə məlumat yayıb. Bildirilib ki, komitə əməkdaşları Ərəb ölkələrində yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının koordinatorları müxtəlif ölkələrdəki icma üzvləri ilə intensiv əlaqə saxlayır, onlara ehtiyatlı olmaq, təhlükəsizliklə bağlı bütün çağırış və tələblərə əməl etmək tövsiyə olunur. İnformasiya müqadiləsinin operativliyi və soydaşlarımızın müraciətlərinə çevik reaksiya verilməsi məqsədi ilə Diasporla İş üzrə Dövlət Komitəsinin 140 çağrı mərkəzi 24 saat fasiləsiz fəaliyyət göstərir. Xaricdə yaşayan soydaşlarımız hər hansı fövqəladə vəziyyət, hüquqi və ya humanitar xarakterli çətinliklərlə qarşılaşdıkları halda dərhal çağrı mərkəzinə müraciət edə bilərlər. Daxil olan bütün müraciətlər operativ qeydə alınır, aidiyyəti qurumlarla koordinasiyalı şəkildə araşdırılaraq müvafiq tədbirlər görülür. Qeyd edək ki, komitə həmçinin diaspor təşkilatları vasitəsilə maarifləndirmə işlərini daha da gücləndirib, təhlükəsizlik və məlumatlandırma istiqamətində ardıcıl fəaliyyəti davam etdirir. Məqsəd, xaricdə yaşayan hər bir Azərbaycanlının təhlükəsizliyini təmin etmək, onların hüquq və maraqlarını qorumaq, zərurət yarandığı halda dəstək mexanizmlərini operativ şəkildə işə salmaq, təxirə salınmaz tədbirlər həyata keçirməkdir, deyə əlavə edilib.